Müqəddəs Ərdəbili eşitmisiniz, necə bir şəxs olubdu. Onun hətta atasının qısa bir dənə o evlənmə hekayəsi var ki, bilirsiniz, bir dənə xatırlatma qısa deyək ki, bu atası deyir, arxın qırağında oturmuşdu, iş görürdü. Gördü bir dənə alma gəlir. Götürdü almanı yedi. Yeyib qutarandan sonra dedi ki, mən neynədim? İlahi, bunun yiyəsindən halallıq almadım. Görür ki, arx yuxarıdan gəlir də, arxın əksi istiqamətə qayıdır. Görür ki, böyük alma ağacları var. Gəlir, qapını döyür, deyir, məsələ bu cürdür. Mən halallıq almağa gəlmişəm. Deyir ki, mənim sahibim yoxdur. Bir kənd o tərəfdədir. Neçə kilometri bu piyada halallıq almaqdan ötürü durur gedir. Gedir, qapını döyür, deyir, məsələ bu cürdür. Kişi deyir ki, vermirəm halallıq sənə. Bir dənə şərtim var. Nədir? Bir qızım var, keçəldir. Nə bilim, kardır, kordur, topaldır, bununla evlənməlisən. Bu da deyir ki, kişi, məni dağa-daşa salmacla, gəl halallığı ver, gedin. Deyir, yox, mümkündür. Nəysə, bunun evlənirlər, bunların kəbinləri oxunur. Otağa girəndə görüb dənə gözəl bir xanım içəridə oturub, tez qaçır söylə, deyir ki, bu sənin qızındır. Deyir, yox, niyə mənim qızımdır? Deyir, mənim səndən xoşum gəldi. Gördüm ki, sən bir dənə almadan ötürü o boyda yolu gəlmirsən halallıq almağa. Onu gördüm ki, məsələn, qızım keçəldir, yəni naməhrəm onun saçını görməyib. Nə bilim, laldır, dili qeybət danışmayıbdır, kardır, qulağı qeybət eşitməyib, günah şeylər eşitməyib, bu cür.